Salam, hörmətli abituriyentlər. Qaraxanlı dövləti ilə bağlı mövzunun izahını təqdim edirik. Qaraxanlı dövləti 840-1212-ci illərdə mövcud olmuşdu. Paytaxtları Qaşqar, Balasaqun və Uzgen şəhərləri olmuşdur. Deməli, Abbasilər xilafətinin zəiflədiyi bir dövrdə, yəni nəhəng Ərəb imperiyasının zəiflədiyi bir dövrdə Mərkəzi Asiyadakı türklər yeni dövlətlərin, məsələn, Qaraxanlı, məsələn, Qəznəli dövlətlərin əsasını qoyurlar. Xilafətin zəifləməsi dövründə Azərbaycanda da yeni dövlətlər yaranmışdı da. Saci, Salari, Rəvvadi, Şəddadi, Şirvanşah. Mərkəzi Asiyada bəs bu iki türk dövlətinin adını çəkirik. Qaraxanlı və Qəznəli dövlətləri. Qaraxanlı dövlətin əsasını Qutluq Bilgə Qədirxan, Qarluq və digər türk tayfalarını birlikdə qoyub, əsas amma rolu Qarluq tayfaları oynamışdılar. Qarluqlar Aşina soyuna mənsub türk dili tayfalar idilər. Aşina soyuna mənsub Xəzərlər də var idi, xatırladaq sizə. Göytürklər də var idi, xatırladaq sizə. Aşina soy. Və onlar özlərini əfsanəvi Turan hökmdarı Alper Tunqanın Əfrasiyabın davamçıları hesab edirdilər. Qarluqlar 2-ci Göytürk dövlətinin süqutundan sonra Uyğurlara tabi olmuşdular. Sonra da bu dövləti yaradırlar, Qaraxanlını. Yeri gəlmişkən İslam mənbələrində Qaraxanlı dövləti Əfrasiyab deyə də keçir. Dövlətin əsasını qeyd etdik ki, Qutluq Bilgə Qədirxan qoymuşdu. 840-cı ildə Qaraxanlılar dövləti yaranır. İslam mənbələrində Əfrasiyab kimi tanınır, bunu da qeyd etdik. Qutluq Bilgə Qədirxan özünü Qaraxan, yəni Böyük xan adlandırdığı üçün bu sülalə Qaraxanlılar adlanmışdı. Satuq Buğra xanın dövrünə nəzər salsaq görərik ki, 932-ci ildə İslam dini rəsmi dövlət dini elan edilmişdi və bununla da İslam dinini qəbul etmiş ilk türk dövləti Qaraxanlı dövləti oldu. Türkistanda əhali sürətlə İslam dinini qəbul etməyə başladı. Baxın, Satuq Buğra xanın dövrüdür bu. 942-ci ildə Xaqan titulunu qəbul edir, paytaxtı Qaşqara köçürür. Türkistanda İslamın yayılması nəticəsində türk dilində İslam ədəbiyyatı yaranır. Qədim türk yazıları ərəb qrafikalı əlifba ilə əvəz olunur. Bu bilmirəm, yaxşı hal idi yoxsa yox. Deməzdim, hər halda bizim türk yazılarımız qalsa daha yaxşı olardı. 10-cu yüzilliyin sonunda türk dilində ilk dəfə Quran təfsiri yazıldı. Bu superdir. Yəni Quranın izahı türk dilində. Amma Satuq Buğradan sonra təbii ki, dövlətin vəziyyəti dəyişəcək. 1042-ci ildə Qaraxanlılar dövləti feodal dağınıqlığı, yəni feodallar arasındakı bir-birinə qarşı müharibələr, daxili çəkişmələr nəticəsində iki hissəyə parçalanır. Şərqi Qaraxanlı, bir də Qərbi Qaraxanlı dövlətlərinə parçalanır. 13-cü yüzilliyin əvvəllərində Qarakitaylar. Bunlar çox belə, necə deyim, zəli kimi tayfalar idilər də bu Qarakitaylar. Kimə yapışırdılarsa, onun axırı yaxşı qutarmırdı. Qarakitaylar Şərqi Qaraxanlının süqutu uğradırlar. 1212-ci ildə isə Xarəzmşahlar Qərbi Qaraxanlılarına son qoyurlar və beləliklə Qaraxanlı dövləti süqut eləyir. Bu da bizim Qaraxanlı dövləti ilə bağlı video izahımız idi. Ümid edirik hər birinizə faydalı oldu. İndi isə vəsaitimizə keçid edək və mövzunu oradan da oxuyaq, öyrənək. Hər birinizə uğurlar arzulayıram.